Hazırda şəhidlərimizin ziyarəti davam edir. Bax, hal-hazırda şəhidlər 20 yanvar faciəsi, Xocalı faciəsi hər zaman vaxtında an ziyarət olunur. Çünki vətən uğrunda canından keçən qəhrəmanlarımız yaddan çıxmayacaq. Nə qədər Azərbaycan xalqı varsa, biz də onların sayəsində şəhidlərimizin, qazilərimizin, veteranlarımızın sayəsində, şəhidlərimizin sayəsində rahat sərbəst azadıq. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Bax, bu gün də yenə deyirəm, böyük izdihamla şəhidlərimiz ziyarət olunur. Biləsuvarda da bax, bu gün böyük bir izdiham yaşayır. Xalqımız üçün, vətənimiz üçün canından keçən qəhrəmanlarımızın məzarları və abidələri ziyarət edir. Hər bölgədə olduğu kimi bu gün Biləsuvarda öz şəhidlərini ziyarət edir. ...20 yanvar faciəsində Azərbaycan torpaqları uğrunda canından keçən qəhrəmanlarımızın ruhu şad olsun. Dinc əhaliyə həqiqətən də o zaman Rus imperiyası Azərbaycan torpaqları uğrunda şəhidlərimiz 44 gündə hamısının belə deyək, qisasını aldı. Ancaq 20 yanvarda 90-cı ildə dinc əhalinin üzərinə Rus imperiyası silahla keçərək və bizim dinc əhalini şəhadətə yetişdirdilər. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah rəhmət eləsin. Amin. Bax, bu gün dediyim kimi hal-hazırda şəhidlərimiz böyük izdihamla yad olunur. Allah şəhidlərimizə ruhunu şad eləsin. Həqiqətən də vəzifəsindən asılı olmayaraq hər bir insan şəhidlərə borcludur. Bu gün də dediyim kimi vəzifəsindən asılı olmayaraq hər bir Azərbaycanlı öz şəhidin 20 yanvar faciəsinə görə şəhidlər xiyabanında ziyarət edirlər. Allah cəmi şəhidlərimizin ruhunu şad eləsin deyirlər. Çünki bu gün rahat sərbəst azadlığımız qəhrəman şəhidlərə, qazilərə, veteranlara borcluyuz. O şəhidlərdir ki, Azərbaycanın çürəli bayrağının dalğalanması üçün təki vətən sağ olsun deyib. Allah cəm şəhidlərimizə rəhmət. Hal-hazırda ziyarət davam edir. Böyük bir izdihamdır. Həqiqətən qürur verici bir izdihamdır. Yəni, bugün vətənimiz üçün canından keçən şəhidlərimiz hər bölgədə yad olduğu kimi Allah cəm şəhidlərimizə rəhmət. Allah cəm şəhidlərimizə rəhmət. Azərbaycanın bütün bölgələrində şəhidlərimiz ziyarət olunur. Bax, bu gün də qəhrəman şəhidlərimizi hər bölgədəki kimi Biləsuvarda da böyük izdihamla yad olunur. Allah cəm şəhidlərimizin ruhunu şad eləsin. Biləsuvarda bu gün qəhrəman şəhidlərin 20 yanvar faciəsinin şəhidlər xiyabanında şəhidlərimizi ziyarət edərək bugünkü günü yada salırlar. Çünki dinc əhali şəhadətə yetişdi. Dinc əhalinin üzərinə dediyim kimi Rus imperiyası əldə silah girərək Azərbaycan xalqının, dinc əhalisin şəhadətə yetişdirdilər. Hamısının qisası alındı. 44 gün vətən müharibəsində Azərbaycanın gəncləri ordusu bir araya gələrək silaha sarılaraq 20 yanvar faciəsi. Allah cəm şəhidlər. Amin. Xocalı faciə. Hər bir Azərbaycana qarşı olan hər bir terrorun qarşısı alınaraq və qisası alınır. Bugün də 20 yanvar faciəsi Biləsuvarımızın sakinləri şəhidlərin ziyarət edərək Allah ruhunu şad eləsin deyərək ziyarət etdilər.
Allah cəm şəhidlərimizə. Nasıl? Da içeride evlerde sizi görelim dedim de. Allah cəm şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin. Namazı can sağlayın. Sağ olun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə şəfa və ehtiramlarımıza can sağlığı versin. Bugün Biləsuvarımızda şəhidləri ziyarət edərək ruhları qarşısında baş əyib hərəsi bir çiçək qoyaraq bu cür ruhları şad olsun deyilir. Allah rahmet eylesin. Allah cəm şəhidlərimizə. Amin. Amin. Gələn ayaqlarınız var olsun. Allah rahmet eylesin. Allah ziyarətinizi qəbul eləsin. Allah rahmet eylesin. Allah cəm Başınızın şəhidlərimizə. dursun. Allah cəm şəhidlərimizə rəhmət eləsin.